Bura elə bir yerdir ki, hörmətli izləyicilər, hamınızı salamlayıram. Sizə bir dənə ev çəkib göstərdim. Bax, siz ürəyi istəyən, həmişə belə bağ arzulayırsınız. Zəng eləyirsiniz mənə. Möhtəşəm, şəxsi tikili, standartlara uyğun olmayan bağ evi sizə çəkib göstərirəm. Şuvalan Mayak ərazisində. 21 sotun içində. Super təmirli, həyətdəki botanika bağı, hörmətli izləyicilər. Nə istəyirsiniz, hər cür meyvə ağacları mövcuddur. Gedə bir dənə basen hissəsinə. Gəl. Gəl, operator qardaş, gəl. Gəl, bir gözəlliyi çək görsət. Kim alsa Allah xeyir versin, hörmətli izləyicilər. Əgər TikTokda baxırsınızsa, ya YouTube'da, ya Instagram'da qiymətini bax aşağıda qeyd eləyəcəm. Baseyni nə idi söz dəyər. Tərtəmiz, özü elə qəşəng baxırlar bura. Meşənin içində bağ evi. Buyurun, gəlin. Sənəd kupsa çıxarışdı. Deməli, burada yerləşir verandamız, üstü bağlı. Buz kimidir bura, sərin. Bayaqdan da oturmuşuq, burada çay içirik. Bir dənə sərinlik var ki, manqalxanamız. Gəl. Yəni, baxımlı evdir ya. Üzümü tut. Hörmətli izləyicilər, bura mühafizəçi otağıdır. Bir otaq, iki otaqdır. Gəlin bura. Bir otağımız. Bura ikinci otaqdır. Burada sanuzeldir. Yəni, çəkib göstərməyə belə ehtiyac yoxdur. Buranın da özünün, yəni ayrıca belə qapı var. Buradan da girmək olur. Gəl. Getdik, gəl. Bilirsiniz nəyi var, hörmətli izləyicilər? Saunası var, özü kömürlə işləyir. Bu da çox nadir halda olur. Əsas giriş qapısı pultla idarə olunan. Gəlsin sizə göstərəcəm. Bax. Saunası buradadır, çəkib göstərəcəm. Bax, kömürlə. Evimiz hardasa 300 kvadrat metrə yaxındır. Getdik, gəl. Kim alsa Allah xeyir versin. Əla bağdır. Gəl, gir, yaşa da özün üçün. Gəl bura. Masaj otağı. Masaj otağı, mətbəximiz. Əslində masaj otağı buradır, hörmət, buradır. İndi burası bunu çıxarıb qoyublar çölə. Masaj otağı buradır, həm də duşavoydur. Gəl bura. Burada hovuzumuz. Buranın şöyle bir. Bura hamam tuvaletidir. Burada saunasıdır. Kömürlə, ha. Getdik. Gəl. Gəl. Deməli, çıxan kimi bu sauna olan hissədir. Burada da sanuzyolu var. Bir dənə də belə bir terasımız buradadır. Bisetka veranda, burada teras. Tam təmirli, öz əşyalı, görəcək. Əla ev, 7 otaqlıdır. Gəl. Gəl. Sən bir dənə evimizin divarına bax. Bütün ev bax belə daşlardır. Sanuzyolu. Daxil olduqda sanuzyolu. Şəxsi tikili evdir, yəni şəxsi tikili mülkdür. Hamı belə ev arzuluyor. Mətbəxinə baxın. İdeal vəziyyətdə. Deməli, mətbəxdən çıxdınız, göz ara kəsmədir. Bura qonaq otağımızdır.
Bunun hər bir şəraiti var. Peki onu. Getdik. Bura çamaşırxanadır, internet xətti var idi. Birinci mərtəbənin yataq otağı. Bir dənə qıpsam şifanerin bir dənə uzunluğuna bağlı. Bura ikinci otaqdır. Yəni 3 otaq aşağıdadır. Qonaq otağı və 2 dənə yataq otağı. Evlər də görürsünüz səliqəli, tərtəmiz. Bir dənə minus yoxdur. Divarların da daşlarını görürsən də. İkinci mərtəbədəki 4 dənə otağına nəzər yetirir. Bir dənə amma sizə sanuzyolunu göstərəcəm. İkinci mərtəbə. Ölçüyə baxın, ölçüyə bax. Başlayaq, bax bu yataq otağından. Bu birinci yataq otağıdır. Deməli, otaqlarda hamısı radiator vardır. Bir dənə hamam tualeti, sanuzyolu, isti poldur. Bu birinci yataq otağı. Bu ikinci yataq otağı. Siz bir dənə, yəni buna fikir verin. Görmüsünüz başqa evlərdə, heç yerdə görməmisiniz. Bu üçüncü yataq otağımız. Buradan balkona çıxış var, qapı var. Mən azıb qaldım. Bəli. Hə. Tam unuttum. Bu yataq otağının özünün sanuzyolu var. Və hörmətli izləyicilər, uşaq yataq otağı. Gəl. Maşallah, Allah saxlasın. Bax, belə bir gözəl yataq otağı var. Uşaqlar üçün, dərs oxumaq üçün stol, pismini stol, hər şey qaydasındadır. Qiymətini aşağıdan qeyd edəcəm, hörmətli. Gəl bir dənə buradan elə balkona çıxaq. Burada da yekunlaşdıraq. Hörmətli izləyicilər, bu da bizim gözəlliyimiz. Zəng eləyin mənə, nömrəm profildə var. Gəlin, baxın, alın, xeyir oturun. Sağ olun.